Hər vaxtınız xeyir. Xalqın gündəmi rubrikasında Xalq qəzetinin 17 fevral nömrəsində dərc olunan yurt sevgisinə bələnmiş Ay Laçın məqaləsinin qısa icmalını təqdim edirik. Məqalənin müəllifi Ləman Təhməzin təqdim etdiyi yazıda Ay Laçın xalq mahnısı yalnız musiqi nümunəsi kimi deyil, həm də tarixi yaddaşın, milli kimliyin və kollektiv duyğuların daşıyıcısı kimi təhlil olunur. Müəllif vurğulayır ki, bu mahnı illər keçsə də köhnəlmir. Əksinə, hər dövrdə yeni məna qazanaraq dinləyicinin daxili dünyasında fərqli hisslər oyadır. Yazıda qeyd olunur ki, Ay Laçın son illərdə simvolik məna daşıyan əsər kimi beynəlxalq müstəvidə də səsləndirilir. Xüsusilə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandr Vučićin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestrinin bu mahnını ifa etməsi diqqət çəkən hadisə kimi təqdim olunur. Eləcə də 2020-ci ildə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Rəcəb Tayyip Ərdoğanın Arazı ayırdılar bayatısını səsləndirməsi mahnının tarixi siyasi məzmununu daha da aktuallaşdırıb. Müəllif araşdırmalara istinad edərək bildirir ki, Ay Laçının yaranma tarixi təxminən 150-200 il əvvələ gedib çıxır. Mahnının 19-cu əsrin ikinci yarısında, xüsusilə Rusiya imperiyasının Cənubi Qafqazda müstəmləkəçilik siyasəti fonunda geniş yayılması, xalq yaradıcılığının milli kimliyinin qorunması vasitəsinə çevrilməsi ilə əlaqələndirilir. Əsərin musiqi quruluşu Azərbaycan Muğam Məktəbinin klassik ladlarından olan Bayatı Şiraz üzərində formalaşıb və bu ladın kədərli, kövrək çalarları mahnının emosional yükü ilə vəhdət təşkil edir. Məqalədə mahnının nota alınması və müxtəlif dövrlərdəki ifaları barədə də ətraflı məlumat verilir. Ay Laçın ilk dəfə bəstəkar Səid Rüstəmov tərəfindən xanəndə Cabbar Qaryardıoğlunun ifası əsasında nota köçürülüb. 1955-ci ildə görkəmli bəstəkar Fikrət Əmirov xalq mahnısını işləyərək mükəmməl formaya salıb. Əsər Azərbaycan vokal sənətinin əfsanəvi nümayəndəsi Rəşid Behbudovun ifasında lentə alınıb və Dövlət Televiziya və Radiosunun qızıl fondunda qorunur. Sonrakı illərdə Qaya Vokal İnstrumental Ansamblı mahnını müasir aranjmanda təqdim edərək gənc auditoriyaya çatdırıb. Xalq artisti Azər Zeynalovun 2014-cü ildə mahnını Arazı ayırdılar misrası ilə başlaması isə onun tarixi siyasi məzmununu daha qabarıq ortaya qoyub. Məqalədə xüsusi yer tutan məqamlardan biri də müğənni Akif İslamzadənin xatirələridir. O, Ay Laçının yaradıcılıq taleyində xüsusi rol oynadığını, mahnının onun səsinə və ruhuna uyğun gəldiyini qeyd edir. Akif İslamzadənin fikrincə, Laçın anlayışı konkret bir şəxs və ya məkanla məhdudlaşmır. O, azadlıq, qürur, igidlik və həsrət rəmzidir. Mahnının gücü də məhz bu çoxqatlı mənadadır. Hər dinləyici onda öz yozumunu tapır. Ləman Təhməz yazısını belə ümumiləşdirir. Ay Laçın təkcə folklor nümunəsi deyil, zamanla yaşayan, müxtəlif səslərdə yenidən doğulan və hər dövrdə öz aktuallığını qoruyan mənəvi sərvətdir. Onun ruhu dəyişməz qalır, lakin hər ifa mahnıya yeni nəfəs verir. Xalqın gündəmi isə daim yenilənir. Bizi izləməyi unutmayın.